amilussalihat və təvəsav bilhaq, bir-birlərinə haqqı tövsiyə edirlər. Allah Taala buyurur ki, 4 dəstədən danışır bu ayədə, bu surədə. Bir, iman gətiriblər, salih əməl sahibləridirlər, bir-birlərinə haqqı tövsiyə edirlər və təvəsav bis-sabr və bir-birlərinə səbirli olmağı tövsiyə edirlər. Bax, bu insan ömrünün Allah Taala tərəfindən verilən dəyəridir, qiymətidir. Buyurur ki, hər kəsin həyatında, yaşadığı ömürdə bu 4 hal varsa, bu dünyada boş-boşuna yaşamayıb. Yaşadığı ömrün dəyəri var, qiyməti var. Biz Quran-ı Kərimdə şahid oluruq ki, Allah Taala Peyğəmbər sallavatullahın ömrünə and içir. Peyğəmbərin ömrünə and içir. And olsun Peyğəmbər sənin yaşadığın ömrə, yaşadığın günlərə, aylara Allah Taala Peyğəmbərimizin ömrünə and içir. O ömür ki, Allah üçündür. Dəyər qatıb, hidayət içərisində yaşanan ömürdür. Və biz hidayət mövzusunda bu hissədə istiqamət götürdük ki, nələr insanların hidayət olmasına mane olur? Nələr hidayət olmasına mane olur? Niyə görə hidayət olmadın? Yəni, bu sual axirət günündə insanlara veriləcək. Niyə görə sən hidayət olmadın? Yəni, səndə nə problem var idi? Nə çatmırdı səndə hidayət olmaqla? Hidayət olmamasının səbəbi, olmamasının səbəbini soruşacaqlar. Hidayət olanlar öz yerində, hidayət olanların sorğu-sualı bir başqadır. Amma hidayət olmayanların sorğu-sualıdır. Nə üçün sən hidayət olmadın? Biri cəhalətdir. Hansı ki, cəhalət, yəni bilməməzlik, xəbərsiz olmaq, insanlara qəflət getirir. Biz keçən cümə günündə bunun barəsində danışdıq ki, cahillik, cəhalət var idi ki, insanlar hidayət olmaqlarına mane olur. Maneələrdən biri bu.